Hər kəsə salam. Bu videoda nisbət, tənasüb, faiz mövzusunun izahına baxırıq. İlk öncə qeyd edim ki, onlayn dərslərimizdə qeydiyyatlar aktivdir. Onlayn dərslərə qoşulmaq üçün 050 666 52 64 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Başlayaq. İlk öncə nisbətə keçməmişdən öncə demək istəyirdim ki, ədədləri müqayisə etmək üçün ya fərq ya da qismət tapmaq lazımdır. Əgər bizə nə qədər fərqləndiyini müqayisə etməyimiz istənilirsə, bu zaman ədədlərin fərqini tapmaq lazımdır. Yox, neçə dəfə fərqləndiyini müqayisə etməyimiz istənilirsə, bu zaman qismət tapılır. Məsələn, tutaq ki, sual verir. Qeyd olunub ki, Riyaziyyat dərnəyində tutaq ki, 18 oğlan və 12 qız var. İndi tutaq ki, birinci soruşur ki, oğlanlar qızlardan neçə nəfər çoxdur? Əgər oğlanlar qızlardan neçə nəfər çoxdur deyirsə, oğlanların sayından qızların sayını çıxırıq, deyirik ki, oğlanlar qızlardan 6 nəfər çoxdur. İkinci, soruşur ki, qızlar oğlanlardan neçə nəfər azdır? Bu zaman nə edirəm? Yenə 18-dən 12 çıxıram, deyirəm qızlar oğlanlardan 6 nəfər azdır. Və yaxud dəfə soruşanda. Tutaq ki, sual belə qoyulur. Oğlanlar qızlardan neçə dəfə çoxdur? Neçə dəfə çoxdur deyir. Bu zaman oğlanların sayını bölürəm qızların sayına. İxtisar gedir burada. Qalır 2-də 3, hər ikisi 6-ya bölünür. Yəni 1,5. Deyirəm ki, oğlanlar qızlardan 1,5 dəfə çoxdur və yaxud qızlar oğlanlardan 1,5 dəfə azdır. Əgər dördüncü hissə ilə soruşa bilər, deyər tutaq ki, qızlar oğlanların hansı hissəsidir? Əgər qızlar oğlanların hansı hissəsidir deyirsə, qızların sayını bölürük oğlanların sayına. Yenə ixtisar gedir burada. Qalır 3-də 2. Və deyirik ki, qızlar oğlanların 3-dən 2 hissəsinə bərabərdir. Nə qədər və neçə dəfə bu şəkildə hesablanır. Keçək nisbətə. Nisbət A və B kəmiyyətlərinin bölünməsindən alınan qismətə nisbət deyilir. A bölünsün B bu şəkildə və yaxud da kəsirlə B-də A şəklində yazıla bilər. Həm A, həm də B sıfırdan mütləq fərqli olmalıdır. A-ya nisbətin birinci həddi, B-yə isə nisbətin ikinci həddi deyilir. Və yaxud A-ya əvvəlki hədd, B-yə sonrakı hədd deyilir. İki ədədin nisbəti bir ədədin digərindən neçə dəfə böyük və ya kiçik olduğunu və ya bir ədədin digərinin hansı hissəsini təşkil etdiyini göstərir. Nisbətdəki kəmiyyətlər həmişə eyni ölçü vahidlərində olmalı və yaxud da eyni ölçü vahidinə çevrilə bilməlidir. Yəni, hər zaman tutaq ki, misalda kiloqramla verilibsə, hər ikisi kiloqramla olmalıdır və yaxud da metrlə verilibsə, hər biri metrlə olmalıdır. A bölünsün B bərabərdir K şəklində bizə bir nisbət verilib. Yəni, A-nı B-yə böləndə cavabda K alınıb. A da B-də sıfırdan böyük şəklində işarə edək. İlk öncə şərtə baxıram. Verilib ki, K sıfırdan, birdən böyükdür. Əgər K birdən böyük olarsa, A ədədi B-dən K dəfə böyükdür deyirik. K əgər 1-ə bərabər olarsa, deyirik A B-yə bərabərdir. Üçüncü şərt K 1-dən kiçikdir. K 1-dən kiçik olduqda deyirik A ədədi B-dən 1 bölünmüş K dəfə kiçikdir və ya A B-nin K hissəsini təşkil edir deyirik. Qızıl nisbət nədir? Hər hansı formanın qurulması zamanı simmetriklik və qızıl nisbət gözlənilərsə, forma daha düzgün və gözəl alınır. Qızıl nisbət, qızıl bölgü, qızıl kəsik eyni anlayışlardır. Bu deməkdir ki, parça uzunluqları fərqli olan iki hissəyə bölünür və bu bölgü elə olmalıdır ki, böyük hissənin uzunluğunun kiçik hissənin uzunluğuna nisbəti elə parçanın öz uzunluğunun böyük hissənin uzunluğuna olan nisbətinə bərabər olsun. Bu nisbət də təqribən verilir 1/618. Yəni təqribən 1/618 şəklində göstərilir.
Tutaq ki, qızıl bölgüyə bir nümunə baxaq. Tutaq ki, qızıl düzbucaqlı ilə baxıram. Nə deməkdir qızıl düzbucaqlı? Tutaq ki, bizdə bir düzbucaqlı var. Bu düzbucaqlı bölünüb, məsələn, 2 hissəyə. Tutaq ki, bu hissəni nişanlayaq, bir də buranı. Məsələn, eninə yazıram B. Uzunluq bu hissədə olur B. Buraya yazıram A. Ümumi uzunluğu nə oldu? B üstəgəlinsin A oldu. Buna deyirəm qızıl düzbucaqlı. Yəni, A üstəgəlinsin B bölünsün B bərabərdir B bölünsün A. O da bərabərdir fi olmalıdır. Fi qızıl bölgünü bildirir və fi'nin qiyməti 1 üstəgəlinsin kökdə 5 bölünsün 2. O da təqribən 1 tam mində deməli 6180 şəklində qeyd olunur. Qızıl bölgü, yəni bu şəkildə qeyd edə bilərik qızıl bölgünü. Bunu da buradan ayıraq. Davam edək. Tənasüb. Tənasüb iki nisbətin bərabərliyinə deyilir. Tutaq ki, A bölünsün B bərabərdir C bölünsün D şəklində 2 dənə tənasüb verilir. Burada biz bunu təbii ki, kəsir şəklində B daha bərabərdir D də C şəklində də qeyd edə bilərik. B və C-yə, yəni bərabərliyin yanında olan hədlərə orta hədlər, kənardakı hədlərə isə kənar hədlər yazırıq. Eyni qayda burada da A ilə D kənar hədd, B ilə C isə orta hədlər adlanır. Tənasübün əsas xassəsi. Demək, əsas xassədə deyilir ki, kənar hədlərin hasili hər zaman orta hədlərin hasilinə bərabərdir. Yəni, orta hədlər B ilə C idi, kənar hədd A ilə D, A vurulsun D bərabərdir B vurulsun C-yə. Yəni, qayda kəsir şəklində verilənlərdə də A, D-ni vururuq B, C-yə. Deyirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Tənasübün kənar hədlərinin və ya orta hədlərinin yerini dəyişdikdə yenə də doğru tənasüb alınır. Tutaq ki, baxırıq bu tənasübə. Burada əvvəl kənar hədlərin yerini dəyişirəm. Yazıram D bölü B bərabərdir C bölünsün A. Orta hədlərin yerini dəyişirəm. A bölünsün C bərabərdir B bölünsün D. İndi orta hədlərin hasilini kənar hədlərin hasilinə vursam nə olacaq? D vurulsun A bərabərdir B vur C və yaxud tərsinə A vur D bərabərdir B vur C. Baxıram ki, elə eyni anlayışı biz burada almış olduq. Heç bir fərq olmadı. Yəni, tənasübdə orta hədlərin və kənar hədlərin yerlərini dəyişdikdə tənasübün qiyməti dəyişmir. Yenə də doğru tənasüb alınır. Keçək köməkçi tənasüb düsturlarına. Burada qeyd olunanlara yadda saxlaya bilərik. Köməkçi tənasüb düsturlarını. Məsələn, birinci verib bizə burada B-də A bərabərdir D-də C olarsa, B-də A plus B bərabərdir D-də C plus minus D bərabərliyi hər zaman doğrudur. Və yaxud da tənasübdə A-nı M-ə, eyni birinci tənasübün həm surət, həm də məxrəcini hər hansı bir sıfırdan fərqli M ədədinə vurub, ikinci tənasübü sıfırdan fərqli hər hansı bir N ədədinə vurub. Misala baxsam əgər, tutaq ki, B-də A bərabərdir D-də C tənasübüdür. Birinci tənasübü kökdə 3-ə vurub, ikinci tənasübü kökdə 5-ə vurub və cavabda 3 alınıb. Niyə görə? Verilən düstura baxıram və o zaman, hər zaman, yəni bu şəkildə B-də A bərabərdir D-də C bərabər olur. N vur A üstəgəlsin N vur C bölünsün N vur B üstəgəlsin N vur D düstura görə doğru olur və buradan deyirəm ki, B bölünsün A ilə bərabər olur 3-ün özünə. Başqa digər xassəyə baxaq. Tənasübdə birinci B-dək nisbətdə surətin üzərinə gəlmişəm məxrəci. Yəni, birinci həddin üzərinə ikinci həddi gəlmişik və yaxud da çıxada bilərik. A plus minus B-ni bölürəm C plus minus D-yə bərabər olur A bölünsün C. Yəni, birinci tənasübün kənar həddi ilə ikinci tənasübün orta həddinin nisbətinə. Dördüncü qayda, tənasübdə B-də A bərabər D-də C şəklində tənasüb yenə verilib.
Surətdə yazıram A üstəgəl B, məxrəcdə A çıxılsın B bərabər olur C üstəgəl D bölünsün C minus D. Yəni birinci tənasüb birinci həddin üzərinə ikinci həddi gəlib, bölsəm birinci hədd ilə ikinci həddin fərqinə bərabər olur. Digər nisbətdə də birinci hədlə ikinci həddin cəmi bölünsün birinci hədlə ikinci həddin fərqinə. Və yaxud da bu şəkildə tənasüblər verilib, hamısı bir-birinə bərabərdirsə əgər n sayda həddin və n sayda tənasüb. O zaman surətləri toplayıb surətdə yazsam, məxrəcləri toplayıb məxrəcdə yazsam, ən sonuncu bərabər olunan nisbətə bərabər bir qiymət almış olacaq. Keçək mütənasiblik. Mütənasiblik düz və tərs olmaqla, düz mütənasiblik, tərs mütənasiblik olmaqla iki hissəyə ayrılır. Düz mütənasiblik nədir? Bir kəmiyyət bir neçə dəfə artıqda. Tutaq ki, 2 dənə kəmiyyətdir. A kəmiyyəti olsun, B kəmiyyəti olsun. Tutaq ki, A kəmiyyəti, birinci kəmiyyət bir neçə dəfə artıqda. Və ya artdıqda. Hələ baxaq. Digəri də həmin qədər artırsa, deyirəm ki, bu cür kəmiyyətlər düz mütənasib kəmiyyətlər adlanır. Və yaxud birinci kəmiyyət müəyyən dəfə, bir neçə dəfə azaldıqda, digəri də həmin qədər azalırsa, bu cür kəmiyyətlərə deyilir yenə düz mütənasib kəmiyyətlər. Yəni biri artdıqda digəri də artmalıdır, biri azalanda digəri də azalmalıdır. Bu zaman deyirik düz mütənasib kəmiyyətlərdir bunlar. Tutaq ki, nümunəyə baxaq düz mütənasibliyə uyğun olaraq. Məsələn, da bizə bir cədvəl verilib x və y-ın qiymətlərdir. Məsələn, x-a deyib 6, x-a 2, y-a 6 deyirəm. Da ki, 6 olsun burada, 18, 7 olsun, 21 olsun, 9 olsun, 27 olsun. Cədvəldə baxıram ki, x ilə y düz mütənasibdir. Şərtdə verib. İndi əgər y-ı x-a bölürəm, nə alınacaq? 6 bölünsün 2, daha sonra 18 bölünsün 6, 21 bölünsün 7, 27 bölünsün 9. 6-nı 2-yə bölürəm 3 alıram, 18-i 6-ya bölürəm 3 alıram, 21-i 7-yə bölürəm 3 alıram, 27-ni 9-a bölürəm 3 alıram. Yəni verilən bütün nisbətlərin, bütün kəmiyyətlərin nisbəti eyni bir kəmiyyətə bərabər oldu. Düz mütənasib kəmiyyətlərdə uyğun qiymətlərin nisbəti sabitdir və onu biz də bu misalımızda yazaraq gördük. Baxdıq ki, hamısında cavab 3 alındı və sabitdir. Həmin sabitə mütənasiblik əmsalı deyilir. Yəni 3 burada mütənasiblik əmsalıdır. Y bölünsün x bərabərdir. K şəklinə düstur kimi qeyd eləsəm, burada K mütənasiblik əmsalıdır və həmin y bölü x bərabərdir K-dan y-ı tapsam, y bərabər olur K vurulsun x şəklində. Düz mütənasibliyin qrafiki koordinat başlanğıcından keçən düz xəttdir. Həm x, həm də y oxu boyunca müəyyən istiqamətdə artır. Yəni x oxu boyunca sağa gedir, y oxu boyunca yuxarı gedir və hər dəfə qiymətlər nə olur? Artır. Düz mütənasiblikdə uyğun kəmiyyətlər alt-alta eyni sırada yazılır və tənasübü həll edərkən kəmiyyətlər çarpaz vurulur, sadələşdirilir. Tutaq ki, bir misal nümunəsinə baxaq. Tutaq ki, 60 metr parçadır. 10 eyni paltar tikilir. Tikilirsə, 90 metr parçadan neçə paltar tikilər? Eyni paltar. Neçə eyni paltar tikilər? Bu zaman metrin altından yazırıq. Paltarın sayını paltarın altına yazıram. Yəni, yazıram 60 metrdən 10 paltar tikilir. 90 metrdən neçə paltar, x paltar tikilər. Dedik ki, düz mütənasiblikdə çarpaz şəkildə vurulub həll olunur. Demək, buradan 60-ı vuracam x-a, onu da vuracam 90-a. X bərabərdir. Demək, 900 vurulsun 60,
O da olur 15. Yəni 60 metr parçadan 10 eyni paltar tikilirsə, 90 metr parçadan 15 paltar tikilər. Belə. Keçək ədədin verilmiş ədədlə düz mütənasib hissələrə bölünməsi. Tutaq ki, misala baxıram. Ata 3 qızına bayram xərcliyi verir və bayram xərcliyi vermək üçün 90 manat pul ayırır. Tutaq ki, şərt bu şəkildədir. Ata 3 qızına bayram xərcliyi vermək üçün 90 manat pul ayırır və bu pulu onların yaşlarına uyğun nisbətdə bölüşdürür. Qızların 8, 6 və 4 yaşları olarsa, hər qıza düşən bayram xərcliyinin məbləğini hesablayın. Bu zaman, demək, düz mütənasib hissələrə bölürəmsə, 8, 6 və 4 ədədlərini K mütənasiblik əmsalına vurub, cəmi 90-a bərabərləşdirirəm. Yəni 8K üstəgəlinsin 6K üstəgəl 4K bərabərdir 90. Cəm bizə verir 18. 18K bərabərdir 90. K bərabər olur 5-ə. K 5-dirsə böyük qıza 8 vurulsun 5. 40 manat bayram xərcliyi düşür. Ortancıl qıza 6 vurulsun 5. 30 manat bayram xərcliyi düşür. Kiçik qıza isə 4 vurulsun 5, 20 manat bayram xərcliyi düşür. İkinci üsul isə verilən nisbəti, yəni nisbət hansı şəkildə verilir? Bu birinci üsuldur. İkinci üsulda bizə nisbət 8 böl 6 bölünsün 4 şəklindədir. Bunu ixtisar edirəm. Hər biri görürəm 2-yə ixtisar gedir. Qalır 4 bölünsün 3 bölünsün 2. İxtisar etdikdən sonra digər eyni qayda ilə davam edirəm. Yəni toplayırıq, olur 4K üstəgəlinsin 3K üstəgəl 2K bərabərdir 90. Cəm olur buradan 9K. 9K bərabərdir 90. K bərabərdir 10'dur. Yəni bir-birində hesablayıram. Böyük qız 4K idi. Yəni 4 vur 10 40 manat düşür. Ortancıl qız 3 vurulsun 10 30 manat düşdü. Kiçik qız isə 2 vurulsun 10 20 manat bayram xərcliyi ödəndi. Yəni birinci aldığım qiymətlərlə hal-hazırda ixtisardan sonra aldığım qiymətlər eyni oldu. Demək, məsələnin şərti dəyişmədi. Olduğu kimi qalmış oldu. Və yaxud da belə bir misal verilə bilər. Tutaq ki, şərt belədir. 5'də 3 bölünsün 2'də 1 nisbətində olan 2 ədədin cəmi tutaq ki 484'dür. Bu ədədləri istəyir. Yenə ədədləri mütənasiblik əmsalına vururam. 5'də 3K üstəgəlinsin 2'də 1K bərabər edirəm ədədimə 484'ə. Ortaq məxrəcə gətirirəm. Ortaq məxrəc 10'dur. Burada tamamlayıcı 2'yə vururam. 2 dəfə 3 6K üstəgəlin 5K bərabər 484. 6K üstəgəl 5K bizə verir 11K. Bərabər 10 vurulsun 484 çarpaz vurdum. Burada 11 ilə 484 ixtisar gedir. Yəni K bərabər olur 10 vurulsun 484 bölünsün 11'ə. Buradan da alırıq cavabı 440. Yəni K'nın qiyməti 440'dır. Ədədləri tapsam əgər birinci ədəd olur 5'də 3 vurulsun 440. Yəni 264. İkinci ədəd olur 2'də 1 vurulsun 440. Yəni 220. 220 ilə 464'ü toplayanda 484 qiymətini əldə etmiş oluruq. Belə. Daha sonra tərs mütənasiblik. Tərs mütənasiblik asılı kəmiyyətlərdən biri bir neçə dəfə artdıqda, tutaq ki, A kəmiyyəti ilə B kəmiyyəti verilib. Əgər A bir neçə dəfə artanda B də həmin qədər artırsa, bu zaman deyirik ki, azalırsa daha doğrusu üzrəm. A bir neçə dəfə artdıqda B kəmiyyəti həmin
qədər azalırsa və yaxud da A kəmiyyəti azaldıqda B kəmiyyəti həmin qədər artırsa, o zaman deyirik ki, bu kəmiyyətlər tərs mütənasibdir. Tutaq ki, tərs mütənasib kəmiyyətlərə misal olaraq baxsam, A və B ədədləri tutaq ki, verilib. Məsələn, yazmışıq 3, 20, 6, 10. Bu şəkildə bir cədvəl verir. Burada A vurulsun B bərabər olur. Məsələn, 3 vurulsun 20 və yaxud 6 vur 10 bərabərdir. 10 vur 6 bərabərdir. 15 vurulsun 4. Hamısının qiyməti bərabərdir 60-a. Yəni, burada K mütənasiblik əmsalı 60 olmuş oldu. Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasili hər zaman sabitdir. Yəni, A ilə B-ni bir-birinə vuranda, 3-ü də 20-yə vuranda 60 alıram, 6-ını da 10-a vuranda 60 olur, 10-u 6-ya vuranda 60, 15-də 4-ə vuranda qiymət 60 olur. K yenə mütənasiblik əmsalıdır. Tərs mütənasiblikdə qrafik gördüyümüz kimi, tərs mütənasib asılının qrafiki verilib. Y bərabərdir K bölünsün X şəklində verilir düsturumuz. Buradan K-nı tapsaq, K bərabərdir X vurulsun Y-dir. Verilən ox qrafikinə Y oxu boyunca sonsuz şəkildə davam edir. Y oxunu heç bir vaxt kəsmir. Eyni zamanda X oxu boyunca da sonsuz şəkildə davam edir və heç vaxt X oxunu kəsmir. Tərs mütənasiblikdə uyğun kəmiyyətlər alt-alta eyni sırada yazılır və tənasibi həll edərkən kəmiyyətlər qarşı-qarşıya vurulur və bərabərləşdirilir. Tutaq ki, misala baxsaq əgər, çarxlardan birində 48 diş, digərində 72 diş var. Birinci çarxın 480 dövr etdiyi müddətdə ikinci çarx neçə dövr edər? Bu zaman yenə dişlərin sayını alt-alta yazırıq, dövrlərin sayını alt-alta. Yəni 48 diş olan 480 dövr edir. 72 diş olan neçə dövr edər? Onu axtarırıq. X dövr yazıram. Tərs mütənasiblikdə qarşı-qarşıya vurulur kəmiyyətlər. Yəni, buradan alıram ki, 48 vurulsun 480 bərabərdir 72 vurulsun X. X-a taparkən 48 vurulsun 480-i bölürəm 72-yə. Buradan da alıram ki, 320 dövr edər. Və yaxud başqa bir misala baxaq. 3 eyni nasos 6 saata 21 ton su vurarsa, 4 belə nasos 3 saata neçə ton su vurar? İlk öncə verilənləri qeyd edirəm. 3 nasos 6 saata vurur 21 ton su. 4 nasos 3 saata neçə ton su vurar? İlk öncə saatla ton düz mütənasibdir. Yəni, saat artdıqca vurulan suyun da miqdarı artacaq. Yəni, burada düz mütənasiblik var. Buna görə çarpaz vururam. Yəni, alınır. Digərləri isə tərs mütənasib olduğuna görə qarşı-qarşıya vururam. Yəni, 3 vur 6 vurulsun X bərabərdir. 4 vurulsun 3 vurulsun 21. X-i tapanda 4 vur 3 vurulsun 21 hasilini bölmək lazımdır. 3 vurulsun 6-ya. Da hesablasam əgər cavab olacaq 14. Yəni 14 ton su vurar 3 saata 4 dənə bu şəkildə nasos. Davam edək. Ədədin verilmiş hissələrlə tərs mütənasib hissələrə bölünməsi. Ədədi verilmiş ədədlər tərs mütənasib hissələrə bölmək üçün bu ədədi verilmiş ədədlərin tərsi ilə düz mütənasib hissələrə bölmək lazımdır. Məsələn, misala baxaq. Yaşları 12, 9, 6 olan 3 uşaq 26 konfeti öz aralarında bölüşdürmək istəyir. Böyük uşaq ən az, ortancıl uşaq ondan biraz çox, kiçik uşaq isə ən çox sayda konfet götürmək istədi. Uşaqlarda konfetləri yaşlarına uyğun tərs mütənasib olaraq böldülər. Hər uşağa neçə konfet düşdü? Demək, ilk öncə tərs mütənasibliyinə görə tərs hissələrini götürmək lazım. Yəni 12-nin tərsi nə olacaq? 12-də 1,
9'un tərsi olacaq 9-da 1. 6'nın tərsi də olacaq 6'da 1. Mütənasiblik əmsalına vururam. Yəni 12'də 1k üstə gəlinsin 9'da 1k üstə gəlinsin 6'da 1k bərabərdir 26. Ümumi konfetlərin sayını. Ortaq məxrəcə gətirirəm. 12, 9 və 6 ortaq məxrəcimiz olur 36. Tamamlayıcı vuruq. 12'ni 2'yə vuran 36 alıram 3'ə. Olur 3k. Üstə gəlinsin 4k. Üstə gəlinsin 6k. Bərabərdir 26. Məxrəcində 1 var, çarpaz vuracam. Surətin cəmi bizə verir 13k. Bərabərdir 26 vurulsun 36. K da bərabərdir 26 vur 36 bölünsün 13. Buradan da alırıq 72. Yəni K 72'dir. Böyük uşaq 12'də 1 götürmüşdü. Yəni 12'də 1 vurulsun 72. Bərabərdir 6 konfet böyük uşağa. Ortancıl uşaq 9'da 1 vurulsun 72 bərabərdir 8 konfet. Digəri isə 6'da 1 idi. 6'da 1 vurulsun 72 bərabərdir 12 konfet düşdü. Bu şəkildə. Və yaxud başqa bir misal nümunəsinə baxaq. Tutaq ki 5b bərabərdir 3a olarsa b üstə gəlinsin a bölünsün 2b minus a ifadəsinin qiymətini hesablayın deyir. Bu zaman həll edərkən b-yə mən deyəcəm 3k, a-ya 5k. Qarşıdakı əmsalına vururam. Gətirib verilənləri yerinə yazıram. B nədir? 3k. 3k üstə gəlinsin 5k bölünsün 2 vurulsun b yəni 3k çıxılsın a 5k. Bərabərdir 3 üstə gəl 5 8k. 2 dəfə 3 6 6'dan 5 çıxıram 1k. K'lar ixtisar gedir. Qalır cavabda 8. Və yaxud üçlüyə baxaq. Dağ 2a bərabərdir 3b bərabərdir 4c olarsa b bölünsün c bölünsün a nisbətini hesablayındır. Bu zaman verilmiş əmsallara əkop tapılır. Yəni əkop 2, 3 və 4. Əkop neçə olur ən kiçik qiymət? 12. Bu zaman a olur 12 bölü 2. Yəni 12 vur 2 vurulsun k yəni 6k. B olur 12 bölünsün 3k yəni 4k. C olur 12 bölünsün 4 vurulsun k yəni 3k şəklində. Bu zaman B bölü C bölünsün a'nı da yazıram. 4k bölünsün 3k bölünsün 6k şeklinde. Buradan da alınır ki b böl c böl a 4 böl 3 bölünsün 6 nisbətində verilir. Daha sonra ədədi müəyyən ədədlərlə düz bir ədəd, məsələn tutaq ki bir neçə ədədlə düz, bir neçəsi ilə də tərs mütənasib hissələrə bölünməsinə baxaq. Başqa bir misal nümunəsinə baxaq. Tutaq ki verib 120 ədədi 3 və 4 ilə düz, 2 ədədi ilə tərs mütənasib hissələrə bölünüb. Bu ədədləri ən böyüyünü və yaxud da hər birini tapın. Bu zaman düzləri olduğu kimi yazıram. Yəni 3k üstə gəlinsin 4k, tərsi isə tərsini götürürəm. 2-də 1k bərabərdir 120. Ortaq məxrəcə gətirirəm. Ortaq məxrəc 2-dir. Surətdə qalır 6k üstə gəlinsin 8k üstə gəl k bərabərdir 120. Surətin cəmi bizə verir 15k. 15k bərabərdir 120 vurulsun 2 yəni 240. K da buradan bərabərdir 240 15'e böləndə 16.
K-nın qiyməti 16 tapdım. Hər bir ədədi də gətirib yerinə qoymaqla almaq olar. Yəni birinci olacaq 3K, 3 vurulsun 16, 48. Digər ədədim 4 vurulsun 16 olacaq, yəni 64. Digəri isə 2-də 1 vurulsun 16, o da olacaq 8. Ədədlərimiz 48, 64, 8 idi. Böyük ədəd istəsək əgər 64 qiymətini götürəcəyik. Davam edirik miqyasla. Miqyas hər hansı obyekt və təsviri arasında əlaqə yaradılmasıdır. Obyekt və onun təsviri arasındakı əlaqədir. Təsvirin miqyası təsvirin ölçülərinin onun uyğun həqiqi ölçülərinə nisbətinə bərabərdir. Baxaq misal nümunələri ilə. Ümumiyyətlə, ilk öncə qeyd edim ki, miqyası necə tapılır? Miqyas bərabərdir. Qeyd edim. Miqyas bərabərdir. Xəritədəki ölçü, yəni təsvirin ölçüsü, bölünsün həqiqi ölçüyə. Baxaq misal nümunəsinə. Həqiqi ölçüsü 10 kilometr olan məsafə xəritədə 5 sm olarsa, miqyası təyin edin. Bu zaman nə edirik? Dedim ki, xəritədəki ölçünü, yəni 5 sm bölürük həqiqi ölçüyə. Həqiqi ölçümüz 10 kilometr idi. Alırıq miqyası. İlk öncə görürəm ki, burada vahidlər fərqlidir. Biri santimetrdir, biri kilometrdir. Kilometrdə santimetrə çevirirəm. Yazıram 5 santimetr bölünsün. 1 kilometr 1000 metrdirsə 10 kilometr metrə çevirəndə çevirməliyəm. Demək olar 1000-ə vurmalıyam. Olacaq 10.000 metr. İndi metrdən də santimetrə çevirirəm. 1 metr 100 santimetrdir. Alınan 10.000-i vururuq 100-ə. Olur, deməli 1 milyon santimetr. 5 santimetr ilə 1 milyon santimetr ixtisar gedir. Yəni 5 ilə 1 milyon ixtisar gedir. Hər ikisi 5-ə bölünür. 5-i 5-ə bölürəm 1. 1 milyonu 5-ə bölürəm, alıram 200 min. Santimetrlərdə silindi. Yəni həqiqi ölçüsü 10 kilometr olan məsafə xəritədə 5 santimetr olarsa, həmin xəritənin yerin, obyektin miqyası olur 1 bölünsün 200 min şəklində. Başqa bir misal nümunəsinə baxaq. Miqyas verilən zaman necə hesablanır? İki məntəqə arasındakı məsafə 1 bölünsün 400 min miqyaslı xəritədə 2 sm olarsa, həqiqi məsafəni tapın. Burada ilk öncə miqyası qeyd edirəm. 1 bölünsün 400 min bərabərdir 2 sm. Çünki 2 sm verilib. Bölünsün x. Buradan x-i taparkən x bərabərdir. X-i 1-ə vururam, 2-ni 400 minə vururam. Yəni alırıq ki, x bərabərdir 800 min santimetr. Santimetrdən də kilometrə çevirirəm, çünki həqiqi məsafə axtarılır. 800 min santimetr 8 kilometrə bərabər. Deməli, iki məntəqə arasındakı həqiqi məsafə 8 kilometrdir. Və yaxud da xəritədəki məsafəni hesablayaq. Bakı şəhərindən Gəncə şəhərinə qədər olan məsafə 365 kilometrdir. Miqyas 1 bölünsün 5 milyon olan xəritədə bu məsafəni hesablayın. Demək, nə etmək lazımdır? Həqiqi ölçünü, xəritədəki ölçünü, yəni x santimetri bölürəm həqiqi məsafəyə, bərabər edirik miqyası. Buradakı kilometri çevirirəm metrə, santimetrə daha doğrusu. X-i tapmaq üçün 1 x-a vururam, 5 milyonu vururam, 3 milyon 650 minə. 36 min, daha doğrusu 36 milyon 500 minə olacaq. X da bərabərdir. Vurmuram, özür istəyirəm, bölürəm.
7,3 santimetr. Yəni xəritədə Bakı və Gəncə şəhərləri arasındakı məsafəni 7,3 santimetrlə göstərəcək. Miqyas vahiddən kiçik və ya da böyük ola bilər. Əgər obyekt çox böyükdürsə, onda o xəritə və ya kağız üzərində təsvir edilib yerləşdirilir və miqyas vahiddən kiçik olur. Məsələn, indicə göstərdiyimiz nümunələr kimi, əgər obyekt çox kiçikdirsə, onun plandakı ölçüləri böyüdülməlidir və bu halda miqyas vahiddən böyük göstərilə bilər. Davam edirik faizlə. Faiz ümumi halda faiz hesablamalarında müqayisə üçün ölçü vahidi 100% qəbul olunur hər zaman. Ədədin 100-dən 1 hissəsinə faiz deyilir və faiz işarəsi ilə, yəni ədədin yanında faiz işarəsi qeyd olunur. Faiz sözü əvəzinə işarəni qeyd edirik. Ədədin və ya hissənin faizə çevrilməsi nə deməkdir? Tutaq ki, ədədi var. 2 ədədi. Bu 2 ədədini biz faizə çevirmək istəyiriksə, vururuq 100%. Və yaxud ədədimiz 1,3 olsun. Faizə çevirmək istəyiriksə, vurmalıyıq 100%. Birinci də olur 200%. İkinci olur 130%. Daha sonra faizin ədədə çevrilməsi. Tutaq ki, faiz var, olsun 200%. Ədədə çevirmək istəyiriksə, bölməliyik 100%. 200-ü 100-ə böləndə alırıq ədəd olaraq 2. Və yaxud 2% ədədə çevirmək istəyiriksə, bölürük 100%-ə, alırıq 0,2 ədədini. Ədədin verilmiş faizinin tapılması. Tutaq ki, A ədədinin K faizini hesablamaq istəyir. A ədədinin K faizi hesablayarkən A-nı faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. 100%-ə bölmək lazımdır. Tutaq ki, misal olaraq deyir, 20-nin 30%-ni tapın. Bu zaman 20-ni vururuq 30%-ə, bölürük 100%-ə. Alırıq 600 bölünsün 100, o da olur 6. Yəni 20-nin 30%-i 6-dır. Və yaxud ədədin 2 dənə faizinin hesablanması. Yəni, tutaq ki, ədədimiz 50-dir. 50-nin 15% ilə deyir 20%-in cəmini tapın. Bu zaman ədədin 50-nin 15%-ni tapıram. 15-ə vurub bölürəm 100-ə. Üzərinə gəlirəm ədədin 20%-i. Yəni 50 vur 20% bölünsün 100%. Və yaxud 15% və 20%-in cəmi istəyirsə, birbaşa ədədin 35%-ni tapa bilərəm. Eyni anlayış olacaq. İndi əgər baxsam, həll edirəm. 50 ilə 100 ixtisar gedir. Burada 2 qalır. 35 2-yə bölünür. Qalır 17,5. Digərinə baxıram. 50 ilə 100 ixtisar gedir. Burada 2 qalır. 15-i bölürəm 2-yə 7,5. Üstə gəlinsin. Digərində yenə 50 ilə 100 ixtisar gedir 2. Onu da 2-yə bölürəm. 20-ni 2-yə bölürəm. Alıram 10. Toplayanda olur 17,5. Deməli, həm birincidə 17,5 aldım, həm də ikincidə. Həm ayıraraq da hesablaya bilərik, həm də bir yerdə hesablayıb tapa bilərik. Daha sonra faizinə görə ədədin tapılması. Faiz verilir. Tutaq ki, n faizi B olan ədədi hesablayın. N faizi B olan ədədi hesablayarkən ədədi faiz göstərən ədədə bölürük, vururuq 100%-ə. Tutaq ki, 10% 15 olan ədədi tapın deyir. Bu zaman 15-i bölürəm faiz göstərən ədədə, yəni 10%-ə, vururam 100%-ə. Buradan da alırıq cavabı. Bir saniyə. Demək, 150. Ədədimiz olur 150. Yəni 10%, 15 olan ədəd 150-dir. İki ədədin nisbətinin faizlə ifadəsi. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb alınan nəticəni 100-ə vurmaq lazımdır. Yəni, tutaq ki, birinci ədəd A-dır,
İkinci B bölürəm, vururuq 100%. Tutaq ki, sinifdə 25 şagirddən 10 nəfəri qızdır. Qızlar sinifi neçə faizdir? 10 nəfər qız idisə, onu bölürəm sinifin ümumi sayına, yəni 25-ə vururam 100%. 25 ilə 100 gedir ixtisara 4, onu da 4-ə vuranda 40. Deməli, qızlar 10 nəfər qız 25 nəfər şagirdin 40%-ni təşkil edir. Kəmiyyətin dəyişməsinin faizlə ifadəsi. Kəmiyyətin dəyişməsinin faizlə ifadəsinin bir dənə düsturu var. O düsturu burada qeyd edirəm. Daha sonra misal nümunələrinə baxaq. Əvvəlki, tutaq ki, A-dan B-yə artımı və ya azalmanı faizlə göstərmək üçün bu ədədlərin fərqini bölürəm əvvəlki ədədən, vururuq 100%-ə. Bu bizim düsturumuzdur. İndi nümunələrə baxaq. Velosipetin qiyməti 150 manatdan 120 manata indi. Velosipetin qiymətinin neçə faiz dəyişdiyini tapın. İlk öncə birinci üsul olaraq düstursuz baxıram. Demək, velosipetin qiyməti neçə manat olub? 150 manat. Bu 150 manat onun ilkin qiyməti idi və o 100% idi. Daha sonra 120 manata düşdü. Oldu 120 manat və neçə faiz olduğunu bilmirəm. X faiz. Çarpaz şəkildə vururuq. X vurulsun 150 bərabərdir 120 vurulsun 100 şəklində. Buradan da X-i alsam 120 vurulsun 100 bölünsün 150 olur. Bunu alırıq 80%. 80%. Deməli, neynədir? 80% tapdıqsa 100-dən kiçikdirsə 100%-dən 80%-i çıxıram, qalır 20%. Yəni, velosipetin qiyməti 20% azaldı. İkinci üsulda isə birbaşa düsturda yerinə qoyuram. Əvvəlki qiymət 150 manat idi. Çıxıram sonraki qiymət 120-ni. Bunu modulda yazırıq. Təbii ki, burada 150-dən 120 çıxanda müsbət qiymət alınır, amma artımda mənfi alına bilər. Qiymət də mənfi olması deyə modulda yazırıq. Bölürəm əvvəlki qiymətə, vururam 100%-ə. Bərabərdir. 150-dən 120 çıxıram 30, bölünsün 150, vur 100. İxtisar gedir. Burada qaldı 5. 100 də 5-ə böləndə alıram birbaşa cavabı 20%. Yəni, cavab 20% nə oldu? Azaldı. Bu şəkildə. Başqa bir misal nümunəsinə baxaq. Televizorun qiyməti 600 manatdan 800 manata bahalaşdı. Televizorun qiymətinin neçə faiz bahalaşdığını tapın. Birinci üsul yenə tənasüblə yazıram. 600 manat idi və bu 600 manat 100% idi. İndi 800 manat olub, 800 manatın neçə faiz olduğunu bilmirəm. Çarpaz vururuq yenə. X vurulsun 600 bərabərdir. 800 vurulsun 100. X də bərabərdir. 800 vurulsun 100 bölünsün 600 bərabərdir. Sıfırlar gedir. 800-də 6-ya bölsəm əgər tam cavab alınmadı. Buraya yazıram 133% təqribən. 133% aldığıma görə 133-dən çıxıram 100-ü. Alıram 33%. Yəni 33% bahalaşdı. İkinci üsul isə düsturda yerinə yazırıq. Yəni əvvəlki qiymət 600 idi. Çıxıram sonraki qiyməti modulda. Bölünsün əvvəlki qiymət, vurulsun 100%. Bərabərdir. 600-dən 800 çıxıram modulda 200 qalır. Bölünsün 600 bərabərdir 100%, vurulsun 100%. Bərabərdir. 200-dən 600 ixtisar gedir. Burada 3 qalır. Yəni 100 bölünsün 3. 100 də 3-ə böləndə təqribən 33% şəklində cavab almış oluruq. Kəmiyyətin dəyişməsinin faizli ifadəsi bu qədər. İndi keçək faizə aid bəzi düsturlara. Kəmiyyətin n dəfə artması. Əgər kəmiyyət n dəfə artırsa, kəmiyyət n çıxılsın 1 vurulsun 100% artır. Məsələn, ədədi 2 dəfə artırdıqda neçə faiz artmış olur? Əgər n 2-dirsə, 2 dəfə. Tutaq ki, belə yazaq. Ədəd 2% artırsa, 2 çıxılsın 1, vurulsun 100%. Yəni 2-dən 1 çıxıram. 1, 100-ü də vururam, 100% artmış olur. Kəmiyyətin n dəfə azalması. Kəmiyyətin n dəfə azalması onun n çıxılsın 1,
bölünsün n vurulsun 100% azalması deməkdir. Məsələn, ədəd 4 dəfə azalarsa, demək 4 çıxılsın 1 bölünsün 4 vurulsun 100% azalar. Yəni 4-dən 1 çıxıram 3. 100'ü bölürəm 4'ə 25, 3'ü də 25'ə vuranda 75. Ədəd demək 75% burada nə olub? Azalıb. Kəmiyyətin K% artması. Kəmiyyətin K% artması onun 100 üstə gəlinsin K% bölünsün 100 dəfə artması deməkdir. K% artması deməkdir. Yəni, misal kimi baxsaq əgər, malın qiyməti 30% artdı, malın qiyməti neçə dəfə artdı? Malın qiyməti 30% artırsa, 100 üstəgəl 30 bölünsün 100%. Yəni 1,3 dəfə artır. Qiymət 30% artırsa 1,3 dəfə demək nə olur? Artır. Kəmiyyətin K% azalması. Kəmiyyətin K% azalması onun 100 bölünsün 100 çıxılsın K dəfə azalması deməkdir. Misal üçün, malın qiyməti 80% azalırsa, o neçə dəfə azalacaq? 100 bölünsün 100 çıxılsın 80. Yəni 100 bölünsün 20, 5 dəfə demək nə olacaq? Azalacaq. Bu belə. Faizə aid bəzi hesablama qaydaları var. Əgər K% artma deyilirsə, bu zaman müsbət K şəklində yazırıq. Yox, K% azalmadsa mənfi K götürürük. Tutaq ki, ədədi K% artırıb və ya azaldıb. Sonra yeni qiyməti, yeni ədədi K% azaltdıqda və ya artırdıqda nəticə hər zaman K kvadratı bölünsün 100% azalır. Tutaq ki, baxaq misala. Məsələn, natural ədədi 40% artırıb, sonra 40% azaltdıqda nəticə necə dəyişər? Ədədi 40% artırıb, sonra 40% azaltdıqda nəticə neçə faiz dəyişər deyirsə əgər, yəni 40 vurulsun 40 bölünsün 100% azalar. Bu da sıfırlar gedir, qalır 16%. 16% deməli ədəd nə olacaq? Azalmış olacaq. Kəmiyyətlərdən biri X%, tutaq ki, artıb və ya azalıb, digəri Y% azalarsa və ya artarsa, nəticə hər zaman X üstəgəl Y üstəgəlsin X vur Y bölünsün 100% qədər dəyişər. Tutaq ki, yenə misal nümunəsinə baxaq. Baxaq, düzbucağın uzunluğunu 30% artırıb, enini 40% azaltdıqda sahəsi necə dəyişər deyilir. Bu zaman, əgər artıbsa, plus şəklində yazırıq, azalıbsa, minus, yəni mənfi şəklində götürürəm. Sahə nədir? S bərabərdir, A vurulsun B'dir. X olur müsbət 30, Y mənfi 40. K-nı istəyir. K bərabərdir. X faiz üstəgə Y% olmalıydı axı. Yazıram. Artan nədir? 30%. Üstə gəlsin. Digəri 40% azalmışdı. Mənfi 40%. Üstə gəlinsin. 30 vur mənfi 40. Bölünsün 100%. Bərabər. 30 üstə gəl mənfi 40 bizə verir. Mənfi 10. Üstə gəlinsin. 30'u mənfi 40'a vuram olur. Mənfi 1200. Bölünsün 100. Burada sıfırlar getdi. Mənfi 10 üstə gəlinsin mənfi 12 bərabərdir mənfi 22. Mənfi 22, yəni cavabı mənfi almışamsa, demək burada nə olub? Azalıb. Düzbucağın uzunluğu 30% artırıb, enini 40% azaltdıqda sahə 22% azalmış olacaq. 22% azalmış olacaq. Başqa bir nümunəyə baxaq.
Kvadratın tərəfini 30% artırsaq, onun sahəsi neçə faiz dəyişər? Bil ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Sahə S bərabərdir A-nın kvadratıdır. Düzdürmü? Yəni, hər iki tərəf 30% artıb, plus 30 olub. Düsturı əgər gətirib yazsam, olacaq K bərabərdir 30% üstəgəl 30%, üstəgəlinsin 30 vur 30, bölünsün 100%. Bərabərdir 30 üstəgəl 30, 60 verir bizə. 30'u 30'a vururam, bu sıfırlar gedir. Yəni 3'ü 3'ə vururam, 9. Alınır 69%. Yəni tərəf 30% artırsaq, sahə 69% artar. Müsbət olduğuna görə 60 vəziyyətdə götürürük. Demək, davam edirik. Kəmiyyətin qiyməti əvvəl x% dəyişdikdə, yeni qiymət y% dəyişməlidir ki, əvvəlki qiymət alınsın. Yəni x% üstəgəl y%. Üstəgəl x vur y bölünsün 100 bərabərdir 0. Burada 0 onu bildirir ki, heç bir faiz dəyişimi olmayıb. Baxaq misal nümunəsinə. Soyuducunun qiyməti 60% ucuzlaşdı. Yeni qiyməti neçə faiz artırmaq lazımdır ki, əvvəlki qiymət alınsın? Düsturda gətirib yerinə yazıram. Demək, 60% ucuzlaşıbsa, mənfi 60 yazıram. Mənfi 60% üstəgəlinsin yeni, yəni neçə faiz artırmaq dediyinə görə y% qeyd edirəm. Y üstəgəlinsin x vur y, yəni 60 mənfi 60 vurulsun y bölünsün 100 bərabərdir 0. Burada yenə mənfi 60 olduğu kimi saxlayıram. Üstəgəl y üstəgəlinsin. Burada çıxma olacaq. 6'nı da 10'a böləndə olur 0,6. Burada yazıram çıxılsın 0,6 y bərabərdir 0. Məlumları bir tərəfə keçirib, mənçuları bir tərəfə keçirsəm, y çıxılsın 0,6 qalır solda, 60'ı keçirəm sağa, olur müsbət. Y-dan, yəni 1-dir y-nin əmsalı, 1-dən 0,6 çıxanda qalır 0,4 y bərabər 60, y da bərabərdir 60 bölünsün 0,4, o da bizə verir 150. 150% nə olmalıdır? Artırılmalıdır ki, 60% ucuzlaşan zaman məhsulun əvvəlki qiyməti dəyişməsin. Keçək başqa bir düstura. A ədədi B-nin tutaq ki, K1%-dir. B ədədi C-nin K2% olarsa, A C-nin K1 vur K2 bölünsün 100%-nə bərabər olur. Baxaq ki, misala baxaq. Birinci ədəd ikincinin 20%, ikinci ədəd üçüncünün 70% olarsa, birinci ədəd üçüncünün neçə faizidir? Demək, burada nə edirəm? Gətirib birinci K1 20'dir, K2 70'dir. Yerinə yazsaq əgər olacaq 20 vurulsun 70 bölünsün 100% olacaq. Sıfırlar gedir, olur 14%. Yəni birinci ədəd ikincinin 20%, ikinci ədəd üçüncünün 70% olarsa, birinci ədəd üçüncünün 14% olmuş olur. Məhlul məsələləri. Məhlul məsələlərində ən birinci və rahat üsul qablar üsuludur. Qablar üsulu ilə məhlul məsələlərini daha dərindən öyrənmək olar. Tutaq ki, M1% M1 kütlədir, daha doğrusu M1'in faizi olsun A faiz. M2 ikinci qabdakı məhluldur. M2'nin faizi olsun B faiz. Su da 0% olaraq qəbul olunur. Tutaq ki, birinci qabda M1 kütləli A1 faizli bir məhlul var. İkinci qabda M2 kütləli B2 faizli məhlul var. Bunları toplayıb və ya çıxa bilərik. Və yaxud da məhlula məhlul əlavə oluna bilər və yaxud da buxarlandırıla bilər. Əlavə olunursa toplama işarəsi yazırıq. Buxarlandırılırsa əgər çıxma işarəsi bərabərdir. M1 plus minus M2 ümumi kütlə olur. X isə axtarılan faiz olur. Bu zaman sadəcə bir düsturdan istifadə edirik. M1 vurulsun A faiz plus minus M2 vurulsun B faiz bərabərdir. M1 plus minus M2 vurulsun X faiz şəklində məhlul məsələlərində bu düsturdan istifadə edə bilərik. Təmiz maddələr var. Spirt, su, şəkər, yod, duz. Bunlar təmiz maddələrdir. Su, əgər hər hansı bir məhlula su əlavə olunursa, onun faizi 0 götürülür. Tutaq ki, spirt məhluluna spirt əlavə olunursa, əgər spirtin faizini 100% olaraq qəbul edirik. Eyni zamanda şəkər, yod, duz da aid etmək olar həmin təmiz maddələrdə 100%. Baxaq misal nümunəsinə qablar üsulu ilə. 20
qram 30% spirt məhlulu ilə 30 qram 20% spirt məhlulu qarışdırıldıqda alınan qarışıqdakı spirtin faizini tapın. Qablar üsulu ilə baxıram. Ta ki birinci qabda var 20 qram 30% məhlul. Bunun üzərinə qarışdırılıbsa üzərinə gəlir. Üzərinə gəlinir 30 qram 20%li başqa bir məhlul. Burada nə alınacaq? Məhlulların çəkisini bilirəm. 20 üstəgəl 30 50 qram olur. Amma alınan yeni faizi isə bilmirik, onu tapırıq. Üsulda verilən şəkildə yazıram. Birincinin çəkisini vururam faizinə. 20 vur 30 üstəgəlinsin. Digərinin çəkisini vururuq faizinə. Bərabərdir. Ümumi çəkini vururuq axtardığımız P faizə. Olur burada 600 üstəgəlinsin. 600 bərabərdir. 50 vur P faiz. P bərabərdir 1200 bölünsün 50. 1200'ü də 50'yə böləndə alırıq 24%. Deməli yeni alınan qarışıqdakı spirtin faizi 24% olmuş oldu. Tutaq ki K1 faizli 1 litr məhlula nə qədər su əlavə etmək və yaxud da buxarlandırmaq lazımdır ki, K2 faizli məhlul alınsın. Əgər məhlula su əlavə olunubsa, bu zaman yazırıq M1 üstəgəlinsin X şəklində. Yox, əgər məhluldan su buxarlandırılıbsa, yazırıq M1 çıxılsın X. Verilən məsələləri, tutaq ki, məsələ verilirsə, tənlik qurmaqla həll edə bilərik və yaxud da tənasüb yolu ilə həll edə bilərik. Tənasüb yolu ilə verilən şərtə uyğun olaraq yazıram. M1'ə uyğun K1 faizdir. Su əlavə olunubsa, olacaq M1 üstəgəl X qarşısında K2 faiz. Çarpaz şəkildə vururuq. Olur M1 vurulsun K2 faiz bərabərdir. M1 üstəgəlsin X vurulsun K1 faiz. Burada tərs mütənasiblik olduğuna görə demək qarşı-qarşıya vurduq və tənasüb yolu ilə həll etdik. Verilən məsələlərdə yerinə qoyub bu şəkildə həll edə bilərik. Tənlik qurmaqla isə tutaq ki M1'in K1 faizi M1 üstəgəl X-in K2 faizinə bərabərdir. K2 faizinə bərabər. Bu zaman yazırıq ki M1 vurulsun K1 bölünsün 100% bərabərdir. M1 üstəgəlinsin X vurulsun K2 bölünsün 100% şəklində tənlik qurmaqla həll edə bilərik. Tutaq ki, məsələyə baxaq. 20%li 30 litr düz məhluluna nə qədər su əlavə etmək lazımdır ki 15%li məhlul alınsın. Yenə qablar üsulundan baxsaq, tutaq ki 20%li 30 litrlik bir məhluldur. Birinci qabda buna əlavə olunub su. Suyun miqdarını bilirəm. X-dır. Faizi isə 0%dir. Burada alınır ümumi məhlulun çəkisi 30 üstəgəl X. Faiz isə verib bizə 15%dir. Düsturla gətirib yazsam əgər, olacaq 20 vurulsun 30 üstəgəl X vurulsun 0 bərabərdir. 30 üstəgəl X vurulsun 15. Buradan da alıram 600 üstəgəl 0. Heç nəyi dəyişmir. 30'u 15'ə vururam. 450 üstəgəlinsin 15x. Buradan da alıram ki 15x bərabərdir 150'yə. X də bərabər olur 10. Deməli, məhlula 10 litr su əlavə olunub. Tənasüb yolu ilə yazsaq əgər, demək yazmalıyıq. 30 litr 20%dir. 30 üstəgəlsin X litr 15%dir. Yine tərs mütənasib olduğuna görə qarşı-qarşıya vururam. 30 vur 20, 15 vurulsun 30 üstəgəl X şəklində. Buradan da hesablayıb X tapırıq 10 litr şəklində. Tənliklə həll etsək əgər, alırıq 30 vur 20 bölünsün 100 bərabərdir. 30 üstəgəl X vur 15 bölünsün 100. Buradan da yenə X bərabərdir 10 litr ala bilərik. Daha sonra K1 faizli M1 litr məhluluna nə qədər duz
və yaxud da şəkər, spirt və s. əlavə etmək lazımdır ki, K2 faizli məhlul alınsın. Bu zaman düsturumuz olur. M1 üstəgəl Y vurulsun K2 bölü 100 bərabərdir. M1 vurulsun K2 faiz bölünsün 100 üstəgəlsin Y şəklində hesablanır. Və yaxud da M1 üstəgəl Y vurulsun K2 bərabərdir. M1 vurulsun K1 üstəgəl Y vurulsun 100% düsturları ilə hesablana bilər. Baxaq misal nümunəsinə. 20 litr 25 faizli duz məhluluna nə qədər duz əlavə etsək 40 faizli məhlul alınır. Birinci verilən düsturla bunu həll edirəm. M1 20-dir, K1 25-dir, K2 40-dır, Y istəyir bizdən. Demək, yazıram burada verilənlərə görə. 20 üstəgəlsin Y, ya Y ise 20 fərqi yoxdur. Vurulsun 40%, bölünsün 100%. Bərabərdir. 20 vurulsun 25, üstəgəl 100% vurulsun Y. Buradan həll edəndə alıram ki, 20 üstəgəl Y vurulsun 40% bərabərdir. 20 vurulsun 25 üstəgəlsin 100 Y-dir. 20-ni 25'ə vururam, alıram 100. 500, 100 nədir? Burada alıram 500, üstəgəlinsin 100 Y şəklində. Buradan da həll eləsəm Y-ın qiymətini almış oluram 5. Birbaşa yazdım Y-ın qiymətini 5. Gəlin hardan aldığımızda tapaq, adi hesablamadır. 20-ni 40'a vururam, alıram burada 800 üstəgəl 40 Y bərabərdir 500 üstəgəlinsin 100 Y. Mən onları bir tərəfə, məhculları bir tərəfə keçirəm. 800-dən 500 çıxanda alıram 300, 100-dən də 40 çıxanda alıram 60 Y. Y da bərabər 360'a böləndə alıram 5 şəklində. İkinci qablar üsulu ilə həll eləyək. Qablar üsulu ilə da demək olacaq 25% vurulsun 20 üstəgəlinsin X vurulsun 100% bərabərdir 40% vurulsun 20 üstəgəl X şəklində. Bunu da həll eləsəm, alıram buradan 500 üstəgəl 100X bərabərdir 800 üstəgəlinsin 40X-ə. Bu da olur 300 bərabərdir 60X, X da bərabərdir 5. Yəni 5 litr əgər duz əlavə etsək 40%li məhlul ala bilərik. Davam edək. M1 kütləli K1 faizli məhlul ilə K2 faizli məhlulu qarışdırdıqda X faizli yeni məhlul alınır. Bunu aşağıdakı kimi ifadə etmək olar. X bərabərdir M1 vurulsun K1 üstəgəlinsin M2 vurulsun K2 bölünsün M1 üstəgəlinsin M2 şəklində. Misal nümunəsi ilə daha ətraflı baxaq. 30 qram 40% duz məhlulu ilə 20 qram 20% duz məhlulu qarışdırılarsa neçə faizli məhlul alınır? Burada M1'i bizə verib 30, K1'i verib 40, M2 20'dir. 20 X K2'miz 20'dir, M2'miz də 20 qramdır. Gətirib birbaşa verilən düsturda yerinə yazıram. X bərabər olur 30 vurulsun 40, üstəgəlinsin 20 vur 20 bölünsün 30 üstəgəlinsin 20 bərabərdir 1200 üstəgəlinsin 400 bölünsün 50 bərabərdir 1600 böl 50. Bu da bərabərdir 32 faizli məhlul alınır. Başqa bir misala baxaq. A ədədi B-nin K1 faizi, C ədədi D-nin K2 faizi olarsa A vurulsun C hasili, B vur D hasilinin K1 vur K2 bölünsün 100 faizi olar. Məsələn, A ədədi B-nin 40%, C ədədi D-nin 20% olarsa, A vur C hasili, B vur D hasilinin neçə faizi olar? Gətirib birbaşa yerinə yazıram. 20 vurulsun 40 bölünsün 100% olar. Bu da sıfırlar gelir, qalır 8%. Yəni A B-nin 40%, C D-nin 20% olarsa, A vur C hasili, B vur D hasilinin 8% olar. Gəlir və ziyan məsələləri. Ta ki K faiz gəlirlə və ya ziyanla A manata satılan malın əvvəlki qiyməti X bərabərdir
100 vur A bölünsün x plus k gəlirlə deyirsə, bu düsturla hesablanır. Ziyanla deyirsə, x bərabər 100 vur A bölünsün 100 minus k düsturu ilə hesablanır. Misal nümunəsinə baxaq. 20% gəlirlə 240 manata satılan malın ilkin qiymətini tapın deyir. İlk öncə düstur üsulu ilə baxaq. Daha sonra ikinci üsuldan da əlavə bir qeyd olaraq qeyd edəcəm. Düsturda nə vermişdi? X bərabər idi 100 vur 240 bölünsün 100 üstə gəlinsin 20. Gəlirlə dediyinə görə bərabər olur 100 vur elə 240 bölünsün 120. 240 ilə 120 ixtisar gedir, qalır 200 manat. Yəni 20% gəlirlə 240 manata satılan malın əvvəlki qiyməti 200 manat imiş. Əlavə olaraq ikinci bir üsulda qeyd edim. K faiz gəlir deyirsə, K faiz gəlir. 100 üstə gəlinsin, K faiz götürülür. K faiz ziyan deyirsə, bu zaman 100 çıxılsın, K faiz kimi qeyd edə bilərik, ala bilərik. Başqa bir indi misal baxaq ikinci üsula uyğun olaraq. Tutaq ki 20% gəlirlə 20% gəlirlə nə olacaq? 120% olacaq. Nə deməkdir? 100 üstə gəlir 120% gəlir 120% deməkdir. Tənasüblə yazsam əgər, tutaq ki eyni məsələni 20% gəlirlə 240 manata satılıbsa 100% əvvəlki qiymət nə qədər olacaq? Burada artıq yazırıq. Demək 120% 240 manatdır. 100% əvvəlki qiymət, yəni x manat. Tənasüblə həll edirik, çarpaz vururuq. X vur 120 bərabərdir 100 vurulsun 240. Həll edib buradan x-da tapırıq ki, x 200 manata bərabərdir. Davam edirik sadə və mürəkkəb faiz artımı ilə. Sadə faiz artımı nə deməkdir? Burada S-in sonda alınan ümumi miqdardır. S0 başlanğıcdakı məbləğdir. N keçən zaman müddətidir. R isə faizdir. Tutaq ki, belə bir misala baxıram. Bizim var 50.000 manat pulumuz. Bu 50.000 manat S0 ilə işarə olunur. Yazıram S0 bərabərdir 50.000. Bu 50.000 pulu Dövlət Bankına qoymaq istəyirik. Bank həmin pulu hər il ən başda qoyulan məbləğin 14% gəlir ilə geri ödəmək şərti ilə təklif edir. Yəni burada R daha sonra faiz nə qədər oldu? 14% oldu. Yazıram. R bərabərdir 14%. Və mən bu pulu tutaq ki, biz bu pulu 3 illik müqavilə ilə razılaşırıq. Yəni 3 il sonra götürəcək həmin pulu. Buradan N olur 3 il. 3 il olur. İndi 3 il sonra bankın bizə nə qədər pul ödəyəcəyini təyin edirik. S, N-i tapırıq. S, N bərabərdir su. Bunu həll eləsəm əgər, tapıram ki, S, N bərabərdir 50.000 vurulsun 1 üstə gəl 3 vur 14 bölünsün 100 bərabərdir yenə 50.000 vurulsun deməli 100-də 14-ü 3-ə vursam 30 42 142 bərabərdir. Burada ixtisarlarımı aparıram, sıfırlar gedir. Qalır 500 vurulsun 142. 500-də 142-yə vursaq alırıq 71.000. Yəni 50.000 pul qoyduq. 14% gəlirlə 3 il sonra 71.000 əldə etdik. Bu necə olur? İlk öncə 1 ili hesablayırıq. 1 ilə 14% ilə 50.000 nə qədər artır? Baxıram. 1 il. 1 ilə araşdırıram. Yəni 50.000-in vururam 14-ə, bölürəm 100-ə. 100%-ə.
bərabər olur 7000. 3 ilə isə 2 ildə 7000 olacaq. İkinci il yenə 50.000'in 14%'ini tapıram. Bu da olur 7000. Üçüncü il yine 50.000'in 14%'ini tapıram. Her il 14% artıb çünkü. Bu da olur 7000. Toplam ne kadar artmış oldu? 50.000 öz pulumuz idi. Üzerine gəlirəm bu 7000'ləri. Cevap ne kadar oldu? 71.000. 50.000 qoyduq, 71.000 götürdük. Necə? Hər il əvvəlki qoyduğumuz miqdar 14% artdı. İndi baxırıq mürəkkəb faiz artımı ilə. Elə həmin məsələyə baxıram. Yenə bax ki, S0'ımız 50.000'dir. Erimiz 14%'dir. Enimiz 3 ildir. S'ni axtarırıq. S'n bərabərdir. Düsturda yerinə qoyuram. 50.000 vurulsun. 1 üstəgəl 14 böl 100 qüvvətində 3 bərabərdir. 50.000 vurulsun. Yüzdə 114 qüvvətində 3 var bunun. Beraber. Eğer hesaplasam, bunun cevabını tapsam olacak demek. İxtisar eləsəm eğer 100'ün kubu bize verir 6 tane 0. Bu 6 tane 0'ın yazım açık şekilde yazım. Burada 114 vur 114 vur 114. Biraz çok olacak bu kıymetimiz. 50.000. 4 tane sıfır buradan silerim. 4 tane sıfır buradan silerim. Beraberdim. 3 defa 114'ü vursam biraz çok olacak bu kıymet. Bir saniye. Təqribən olur. Burada alacağım cevap 74.077 manat. 74.077 manat. 50.000 koymuştuk. 74.077 götürdük. Yani sadə ilə 71.000 idi. Mürəkkəblə 74.000 idi. Bəs bu necə hesablanır? Hər il artan faizini tapırıq belə deyək ki. Ne deməkdir bu? Bax ki, birinci il hesablayıram. Birinci il 50.000'in 14%'ini tapır. Vurur 14'e bölür 100'e. Alır 7.000. İkinci il 50.000 üstə gəl 7.000'in 14%'ini tapır. 50.000'in üstüne 7.000 gəlsəm alıram 57.000. Yani 57.000'in 14%'ini tapır. 57.000'də 14%'ini tapsam 14'e vurup 100'e bölürəm. Bu da olur 77.980 manat. Üçüncü il 7.980 ile topluyor 50.000'i. Yani 57.980'in 14%'ini tapır. 14'e vururuq, bölürük 100'e. Alırıq 8117 təqribən. Burada qalığı da var. Təqribən qiymət götürür. İndi 3 il ərzində artanı tapmaq üçün 50.000 ilə toplayırıq aldığımız qiymətləri. Yəni üzərinə 7.000 gəlirəm. 7.980 və 8117. Bu da bize verir təxminin 74.077 manat. Yəni sadə faiz artımı ilə biz tapmışdıq cavabı 71.000, mürəkkəblə tapırıq 74.000. Yəni mürəkkəb faiz artımı, sadə faizimin artımı nədən ibarət olduğunu bu şəkildə məsələ ilə görə bilərik. Davam edirik diaqramlar. Diaqramlar dairəvi diaqram, sütunlu diaqram və xəttli diaqram olmaqla 3 hissəyə bölünür. Dairəvi diaqram şəkildə göründüyü kimidir. Faizlə verilə bilər, hissə ilə verilə bilər, dərəcə ilə verilə bilər.
Faizlə verildiyi zaman verilən bu faizləri A faiz üstəgəlsin B faiz üstəgəl C faizi toplayıb cəmini bərabər edirik 100%. Çünki ümumi tam faizimiz nə qədərdir? 100%. Hissə ilə verilən zaman verilən kəsirləri toplayırıq, bərabər edirik 1-ə. Yəni 1 nə deməkdir? Tam deməkdir. Dərəcə ilə verilən zaman isə, tutaq ki, alfa, beta, gamma verilibsə, verilən dərəcələri toplayıram. Bərabər edirik 360 dərəcə. Çünki dairədir. Dairənin 360 dərəcə olduğunu bilirik. Toplayıb 360-a bərabər edirik. Daha sonra gəlir sütunlu diaqram. Sütunlu diaqramda nümunə şəklində verilib. Misala baxaq. Tutaq ki, diaqramdır. Diaqramda illər ərzində istehsal olunan şəkər tozunun miqdarı göstərilib. Verilənlərə görə 2021-ci ildə istehsal olunan şəkər tozunun miqdarı digər illərdə istehsal olunanların miqdarının neçə faizdir? Yəni 2021-dəkiləri bölməliyəm 2019 üstəgəlsin 2020 üstəgəl 2021-dəkilərin cəminə vurmalıyıq 100%. Yəni biz bunu tapmalıyıq. Yəni 2021-də neçə tondur? Baxıram ki 2021-də 90 tondur. Digər illərdə isə demək 80 üstəgəlinsin 85. Yəni burada 90 artı 2020-ni 2021-i daha doğrusu burada əlavə etməmişik. 80 ilə 85-i toplayıram. Neçə eləyir? Sadəcə 165 ton. Gətirib yazsam əgər 90 ton 165 neçə faizidir? 90-ı bölürəm 165-ə. Vururam 100-ə. Bu da bizə verir 54,11%. Daha sonra xəttli diaqram. Xəttli diaqram şəkildə görülən kimi verilə bilər. Burada şəkildə verilib. Daha sonra digər şəkildə göstərilən kimi verilə bilər. Misal nümunəsinə baxaq xəttli diaqrama. Tutaq ki, 125 suallıq imtahanda hər bənddən doğru cavabların sayıları diaqramda göstərilib. Tutaq ki, A bəndindən 18, B-dən 25, C-dən 12, D-dən 30, Y-dən də 50 dənə doğru cavab var. İndi ki, C cavabı bütün cavabların neçə faizidir? İlk öncə C-ni tapıram burada. C cavabı. C cavabı neçə dənədir? Baxıram ki, C cavabı 12 dənədir. Yazıram bura 12. Bəs bütün cavablar neçə dənədir? Bütün cavablar deyəndə toplayırıq hamısını. Toplayanda 12 üstə gəlir 18, 30, üstünə 25 gəlirəm 55, 30 gəlirəm 85, sonra 50 gələndə olur 125. İndi C-ni, yəni 12-ni bölürəm 125-ə, vururuq 100%. O da bərabər olur 9,6%. Deməli, C cavabı bütün cavabların 9,6%-ni təşkil edir.